Ermənistanda seçkilər finiş xəttinə çatıb. Son zamanlar Ermənistan mətbuatını daha çox izləməyə vaxt ayırıram. Çünki bu seçkilərin regionumuza təsirləri olacaq. Paşinyan və komandası ilə 3 əsas Rusiyapərəst partiyanın ritorikası keçmişdə ilişib qalıb və eyni zamanda elementar məntiq ardıcıllığını da itirib. Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə Paşinyan gələcəkdən danışır, onlar isə keçmişdən. Amma bəzi iddialar açıq-aşkar məntiqsizlik yaradır və bu insanı düşündürməklə yanaşı müəyyən mənada gülümsədir. Məsələn, həmin 3 partiya israrla bildirir ki, Azərbaycan və Türkiyə Paşinyanı dəstəkləyir və onun seçilməsini istəyir. Ardınca isə eyni partiyalar deyir ki, Azərbaycan sülh istəmir, Türkiyə ilə birlikdə müharibəyə hazırlaşır. Burada ziddiyyət açıqdır. Əgər Azərbaycan müharibə istəyirsə, məntiqlə Paşinyanı deyil, həmin 3 partiyanın hakimiyyətə gəlməsində maraqlı olardı. Çünki onların ritorikasında daha çox revanş və gərginlik xətti görünür. Sadə məntiq budur. Əgər biri sülhdən, digəri müharibədən danışırsa, tərəflərin mövqeyi də buna uyğun formalaşmalıdır. Əksini iddia etmək isə arqumentin özünü zəiflədir. Ermənistan mediasında seçkilərlə bağlı Azərbaycanda hazırlandığı iddia edilən xəritə tirajlanır. Ermənistanda regional seçki məkanlarının siyasi profili adlandırılan xəritədə erməni namizədlərin Qərbi Azərbaycandakı siyasi reytingi öz əksini tapıb. Xəritədə qeyd olunur ki, İrəvan və ətrafında, eləcə də Lori bölgəsində Nikol Paşinyan, Zəngəzurda isə Robert Köçəryan və Samvel Karapetyan üstündür. Göyçə və Dərəliyəzdə isə hər iki tərəfin üstün və zəif tərəfləri var. Belə bir xəritənin Azərbaycanda hazırlandığını təsdiq edən fakt yoxdur. Ermənistan müxalifəti isə bu xəritəni Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi tirajlayaraq hakim partiyanı, baş nazir Nikol Paşinyanı ittiham edir. İstisna deyil ki, bu xəritə seçki prosesində Paşinyana qarşı istifadə etmək üçün məhz revanşistlər tərəfindən ortaya atılıb. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək.